Allah ziyarətlərimizi qəbul eləsin. Amin. Və gəldik, çatdıq Şufa məscidinə. Və gördüyünüz bu ərazi Şufa ərazisi adlanır. Şufa məscidinin ərazisi adlanır. Çox müqəddəs bir yerdəyik. Həzrəti İmam Muhammed Baqir əleyhissalam buyurur ki, Şufa məscidində olanları, orada olan hadisələri bilsəydiniz, sürünə-sürünə Şufa məscidinə gələrdiniz. Sürünə-sürünə Şufa məscidinə gələrdiniz. Və uzaq məsafələrdən minik və azuqa tədarük eləyib, mütləq Şufa məscidinə gələrdiniz. Əgər burada olan hadisələri bilsəydiniz, qeyb aləmindən danışır. Və İmam Sadiq əleyhissalam buyurur ki, Şufa məscidi məscidlər içində müqəddəs məscidlərdən biridir. Harun ibn Xaricə adlı bir nəfər İmam Sadiq əleyhissalamın yanına gəlir. Şufa əhlindən biri olur. İmam Sadiq əleyhissalamla görüşdə buyurur, ağa mən Şufadan gəlmişəm. Bu qədər yol qət eləmişəm, Mədinəyə gəlmişəm, Şufadan gəlmişəm. Ağa buyurdu ki, xoş gəlmişəm. De görün mənə, vacib namazlarını Şufa məscidində qılırsanmı? Bu dedi, xeyr. Ağa təəssüf hissi ilə dedi, təəssüflər eləyirəm ki, sən Şufada qalasan, amma namazlarını Şufa məscidində qılmırsan. Əgər mən Şufada qalsaydım, elə bir namazım olmazdı ki, mən Şufada qılmayayım. Sübhü də burada qılardım, zöhrü də, şamı da, bütün namazlarımı burada qılardım. Hətta gecə namazlarına belə gələrdim, Şufa məscidində qılardım. Çünki bu məscid Allahın nəzər elədiyi məscidlərdən biridir. Hətta Həzrəti Peyğəmbər salavatullah meyraca gedərkən, Cənab-ı Cəbrail ilə bərabər meyraca gedərkən, Cənab-ı Cəbrail buyurdu, ya Rəsulallah, yer üzündən göy üzünə qalxan bu nuru görürsənmi? Peyğəmbər əleyhissalam buyurdu, bəli görürəm. Dedi, ora Şufa məscididir. Və orada elə bir Peyğəmbər yoxdur ki, namaz qılmasın. Peyğəmbər əleyhissalam buyurdu ki, mən də istəyirəm orada namaz qılmaq. Bir baş üstə. Və gəlirlər burada namaz qılmaq.